Alfa kursun 10-cu fəsilinə xoş gəlibsiniz. Bu bərnamədə sizə o mətləb barədə danışacağım ki, Məsihiyyət imanını bütün məzhəblərdən, bütün fəlsəfələrdən ayırt edir. Müqəddəs ruh. Doğrudan da bu müqəddəs ruhdur ki, Məsihiyyət inancını bütün məzhəblərdən, bütün fəlsəfələrdən ayırt edir. Müqəddəs ruh haqqında cürbəcür təlimlər var və çoxları çalışıblar ki, onu müxtəlif şəkillərlə, müxtəlif yollarla izah etsinlər. Onlardan bir iddəsi həyəcanlar və ehsasat üstünə dayanaraq ifrata çəkiliblər və əksinə bir iddədə nəinki belə ehsasatlardan qorxurlar, özlərini qandırıblar ki, elə o az məlumat ki, müqəddəs ruh barədə saxlayıblar, elə ona qənaət etsinlər və bunlar da bu biri tərəfdən ifrata çəkiliblər. Əlbəttə ki, bunların ikisi də səhvdir. Müqəddəs ruh barədə bir mətləb var ki, əgər ona diqqət etməsək, səhv düşüncələrə bais olacaq. O mətləb budur. Müqəddəs ruhun kim olduğunu araşdıranda, əgər ona Tanrının vəhdaniyyət zəminəsində baxmayaq, səhv düşüncələrə bais olacaq. Müqəddəs ruh kimdir? Bu, indiki söhbətimizin mövzusudur. Qoyun o sözü ki, söhbətin axırında sizə deyəcəyəm, elə indi sizə deyim. Müqəddəs ruh Tanrıdır. Əgər keçən bərnamədə dediyim sözləri eşitmiş olmayasınız, o zaman mənim bu sözüm sizin fikrinizdə əlbəttə ki, səhv düşüncə yaradacaq və elə düşünəcəksiniz ki, Məsihlər vahid Tanrıya yox, 3 Tanrıya inanırlar. Belə səhv düşüncə onun üçün fikrimizdə yer alır, çünki müqəddəs ruha öz zəminəsində yox, ondan xaric baxırıq. Əgər istəyirik ki, müqəddəs ruhun kim olduğunu araşdıraq, ona gərək öz zəminəsində baxaq və müqəddəs ruhun olduğu zəminə Tanrının vahid zatıdır. Xeyr əzizlərim, Məsihlər 3 Tanrını pərəstiş etmirlər. Vahid Tanrını pərəstiş edirlər ki, özünün necə olduğunu müqəddəs kitabda insana aşkar edir. Biz müqəddəs kitabda Tanrını şəxsiyyətmənd bir Tanrı görürük ki, bu şəxsiyyətmənd olmaq onun zatındadır. Onun üçün də əzəli və əbədidir. Amma şəxsiyyətin buna ehtiyacı var ki, rabitədə olsun. Rabitədə olmasa mənası olmaz. Rabitədədir ki, şəxsiyyət məfhum tapır. Buna görə də Tanrının şəxsiyyətli olması lazım edir ki, elə əzəldən rabitədə də olmuş olsun. Və bu ancaq o zaman mümkün ola bilər ki, Tanrı öz içində belə bir rabitədə olmuş olsun. Amma rabitə lazım edir ki, onda əgəllən 2 şəxsiyyət mövcud olsun. Bir şəxs öz-özündə rabitə yarada bilməz. O zaman ki, müqəddəs kitab elə o 1-ci ayəsində deyir ki, başlanışda Tanrı göylər və yer yaratdı, bu mətləbi elə Tanrı sözündə insanların gözünün qabağına qoyur. Sizə demişdim ki, müqəddəs kitabın əti qəhdi İbrani dilində yazılıb və burada İbrani dilində Tanrı sözü Elohim gəlib ki, İbrani dilinin qramerində ismi cəmdir. İsmi cəm elə bir kəlmədir ki, gərçi müfrət şəklində gəlir, lakin zehində bir cəm mənasını yaradır. Millət kəlməsi kimi, xalq kəlməsi kimi. Bu sözlər müfrətdirlər və hətta cəm şəklində də istifadə oluna bilərlər. Amma elə öz müfrət şəkillərində zehində yaratdıqları məna görürük ki, cəmdir. Müqəddəs kitab
tarı haqqında Elohim kəlməsindən istifadə edir və elə görsədik ki, tarı vahid olaraq elə bil ki, bir çox tarıdır. Və bu ayənin arxasında gələn ikinci ayə bu fikrə daha çox qüvvət verir. O zaman ki, deyir, tarının ruhu suların üzünü bürüdü. Bu noktadandır ki, biz tarının ruhunu çox da fəal bir şəkildə tarının xilqətində görürük və nəhayət ki, tarı 6-cı gündə insanı yaradır, görürük ki, bu ruhu insanın içine üfürür və insan bu ruhun vəsiləsi ilə canlı bir varlıq olur. Tarı vahid olaraq içində olan şəxsiyyətlər ilə irtibatdadır və indi ruhunu öz şəkil və surətində yaratdığı insana da verir ki, onun vəsiləsi ilə şəxsiyyətli insanla da iç tərəfli bir rabitədə olsun. Keçən söhbətlərimizdə sizə demişdim ki, tarının bu müqəddəs ruhu insandan necə çıxıb gedir? Burada bunu bilməlisiniz ki, müqəddəs kitab müqəddəs ruhdan danışanda ona bir şey kimi işarə etmir, bir şəxs kimi işarə edir. Müqəddəs ruh əşya kimi şey deyil, müqəddəs ruh enerji və güc də deyil, o şəxsdir. Onun da fikir və iradəsi var və qüdrəti də var ki, bu iradəni yerinə yetirsin. Yeganə tarı planlayır, müqəddəs ruh onu yerinə yetirir. Müqəddəs kitabın ilk səhifələrindən irəli getdikdə, müqəddəs ruhu da çox aydın bir şəkildə görürük. Həyat ruhu olduğu üçün görürük ki, həyat bağışlayır. Peyğəmbərlər ilə söhbət edir, insanları mühakiməyə çəkir. Tarı ilə insan arasında rabitə qurur. Bu müqəddəs ruh elə həmən ruhdur ki, insanın vücudunda sakin olmuşdu və onu canlı bir varlıq etmişdi. Amma insanın səhv seçimi bais oldu ki, insanın vücudundan çıxıb getsin. Pulos bizə ixtar verir ki, müqəddəs ruhu kədərləndirməyək. Belə etsək, narahat olacaq və bizim vücudumuzdan gedəcək və onunla olan rabitəmiz pozulacaq. Ətiqətdə müqəddəs ruh tarının bütün qüdrətlərinə malikdir. Çox yerlərdə onu görürük ki, insanları mühakiməyə çəkir. Ətiqətdə müqəddəs ruh tərəfindən danışan peyğəmbərlər də bu mətləbə işarə edirlər. Cədid əhdə yetişərkən müqəddəs ruhun şəxsiyyəti daha da çox aydınlaşır. Həvarilərin yazdıqlarında ondan daim söz edilir və ona tarının olohiyyətinə malik kimi xitab olunur. Müqəddəs kitabda vahid və yeganə tarı özünü insanlara belə aşkar edir. Müqəddəs ruh tarıdır. Onun haqqında düşünərkən bundan başqa bir şey düşünə bilmərik. Bu mətləb gərək zehnimizdə yer tutsun ki, İsa Məsihin və müqəddəs ruhun olohiyyəti haqqında danışanda zəminə tarının vahid və yeganə olduğudur. Belə etməsək, səhv düşüncələrə düşəcəyik. Necə ki, çox adamlar belə bir tələyə düşüblər və elə düşünürlər ki, Məsihilər 3 tarıya inanıb, 3 tarıya pərəstiş edirlər.
Müqəddəs ruhun kim olduğunu və onun ilahi şəxsiyyətini daha çox onun etdiyi işlər ilə dərk etmək olar. Müqəddəs ruh tarıdır, amma bu tarı nedir? Necə ki, qabaqda dedim, müqəddəs ruh tarının yaradılışında çox fəal bir şəkildə göz qabağına gəlir və ondan sonra da tarı ilə insanın ikitərəfli və canlı rabitəsinə görürük ki, səbəb olur. Peyğəmbərlər tarının sözünü müqəddəs ruhun vəsiləsi ilə alıb xalqa yetirirlər. Onun vəsiləsi ilə gələcəkdən danışırlar. Amma cədid əhddə onun işi bunlardan daha da mühümdür. Müqəddəs ruhun işi barədə birinci mətləb budur ki, o, Məsihə inanan və ona iman gətirən hər kəsdə sakin olur, mənzil tutur. Onun bu işidir ki, Məsihiləri bütün başqa adamlardan ayırt edir. Əgər Ətiq əhdə baxasız, görərsiniz ki, orada müqəddəs ruh adamlarda sakin olmurdu. Ancaq peyğəmbərlərə müvəqqəti bir şəkildə nazil olub, onlara tarının sözünü yetirirdi və işi tamamlayandan sonra onlardan ayrılırdı. Bu barədə Ətiq əhddə nümunə çoxdur. Orada dəfələrlə görürük ki, müqəddəs ruh nəbilərin üstünə nazil olanda onların şəxsiyyəti dəyişilirdi. Qüvvət tapırdılar və tarının sözünü deyirdilər. Amma müqəddəs ruhun getdiyindən sonra yenə öz şəxsiyyətləri onlara gəlirdi və qabaqçı adam olurdular. Əgər Ətiq əhdin böyük peyğəmbəri İlyanı yada salaq, bir zaman onu görürük ki, tək başına o dövrün bütün şərir sistemi qabağında tək tənha dayanıb. Əxab padişah, xüsusən də arvadı İzabel bu sistemin təmsilçisidir. Bu zamanda bütün İsrail xalqı günahda qərq olub və Əxabla arvadı İzabel müthiş bir şəkildə hökm sürür. Onların yaratdığı sistem bütün ölkəni yalancı peyğəmbərlərlə doldurub. Belə vəziyyətdədir ki, İlya bunların hamısının ziddinə qalxır və müqəddəs ruhun ona verdiyi cürətlə bağırır. Nə zamanacaq iki firqə arasında ləngəyəcəksiniz? Əgər Bəəl bütü tarıdır, ona peyrəv olun. Əgər Yəhvə tarıdır, o zaman Yəhvəyə peyrəv olun. Olmaz ki, iki cür yaşayıb, özünüzü həm bütə, həm də həqiqi tarıya peyrəv edəsiniz. İlyaya bu cəsarəti verən tarının ruhudur. Buna görə də 1-ci Padişahlar kitabının 18-ci fəslində müqəddəs ruh İlyanın vəsiləsi ilə tarının qüdrətini göz qabağına qoyur və bunun nəticəsi budur ki, bütün İsrail xalqı tövbə etsin və Yəhvəni tarı çağırsın. Amma bu vaqiədən sonra müqəddəs ruh İlyanı tərk edir və İlya cinə həmən qabaqçı adama dönür, qorxur və qaçıb gizlənir. Ətiq əhddə müqəddəs ruh müvəqqəti bir şəkildə adamlara nazil olurdu və gəldiyi işi başa dək gətirəndən sonra ayrılıb gedirdi. Amma elə həmən Ətiq əhddə Yuil peyğəmbərin kitabında belə bir nəbiliyə rast gəlirik. Ondan sonra ruhumu bütün bəşər üstünə tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcəklər. Ağsaqqallarınız röyalar, cavanlarınız röyalar görəcəklər. O günlərdə ruhumu hətta qullar və kənizlərin üstünə də tökəcəyəm. İsa Məsihin sözlərinə qulaq asarkən, xüsusən onun axır gecəsindəki sözlərinə,
görürük ki o belə buyurur. Sizi yetim buraxmıram. Gedirəm və özüm kimi birini sizin yanınıza göndərəcəyəm ki, sizinlə qalsın və sizdə sakin olsun. Əbədəcək sizinlə qalsın. İsa buyurur ki, mən Tanrının ruhunu sizə göndərəcəyəm. O təsəlli verən ruh ki, sizdə qalacaq və sizi heç vaxt buraxmayacaq. O sizdə sakin olacaq. Ətik əhddə olduğu kimi sizdən ayrılmayacaqdır. İsa Məsih buyurur, bu təzə əhdi mən öz qanımla rəsmiyyətə keçirirəm. Yuil Peyğəmbərin nəbili getdiyi söz yerinə yetişəcək. Müqəddəs ruh sizə nazil olub sizdə sakin olacaq və sizinlə qalacaqdır. Bu müqəddəs ruh sizdə sakin olub sizinlə yaşayacaqdır. Bəli, müqəddəs ruh İsa'ya inanan adamda sakin olur və bu elə o mətləbdir ki, Məsihiyyəti başqa dinlərdən, başqa fəlsəfələrdən ayırt edir. O zaman ki şəxs İsa Məsihə iman edir, Tanrının sözünü inanır, o zaman ki şəxs müşkülünü Tanrının dediyi kimi görüb qəbul edir və onun bu müşkülə verdiyi çarəni də qəbul edir, o zaman ki şəxs buna inanır ki İsa Məsih onun günahları yolunda çarmıxa çəkildi və onun günah cəzası İsa'nın ölümü vəsiləsi ilə verildi, o zaman ki şəxs inanıb İsa Məsihə etiraf edir və deyir ki, bəli mən inanıram ki sən həmən iddia etdiyin şəxssən və mənim yolunda özünü fəda edibsən, o zaman ki şəxs deyir, bəli mən günahkar bir adam olduğuma etiraf edirəm, xahiş edirəm məni bağışla və mənə müqəddəs ruhunu tök ki mənim vücudumda sakin olsun. Şəxs belə bir inancla Tanrının hüzuruna gəldikdə, Tanrının müqəddəs ruhu onun vücuduna nazil olub onda sakin olar. Bəzi vaxtlar eşidirəm ki, bəzi adamlar deyirlər, yəni Məsihiyyət bu qədər sadədir, mən ancaq günahkar olduğuma etiraf edeyim. Bəli, bu qədər sadə ola bilər. Ancaq bunu bilməliyik ki, tövbə və etiraf ancaq dilimizlə yox, ürəyimizlə gərək olsun. Tanrı insanın ürəyini görür. Ürəyinin lap dərində olan bütün şeyləri o görür. Tanrı ürəyin nə düşündüyünü görür. Tanrı onun hüzurunda dayanan adama baxanda, onun ağzının sözünə və ürəyinin düşündüyünə baxır. Dil və ürək bir olduqda günah əsarətindən azad olur və müqəddəs ruh nazil olub o adamda sakin olur. Bu şəxsi bir təcrübədir və eyni halda çox da həqiqi. O qədər həqiqi ki, adam artıq onu rədd edə bilmir. Bu həqiqi təcrübədir ki, adama bütün eşitdiklərinin doğru olmasına yəqin verir. Bilirsiniz niyə? Müqəddəs ruh adamın içində sakin olduğunda, o daha əvvəlki adam deyil ki, dəyişilir.
Əgər xatırlasız, demişdim ki, Tanrı insanı yaradanda onu öz şəkil və surətində yaratdı və onun vücuduna həyat ruhunu üfürdü və bu həyat ruhuna görə, yəni müqəddəs ruhuna görə insan canlı bir varlıq oldu. Canlı demək, yəni bu ki, onun üstünə ölüm kölgəsi düşməmişdi. Onun üçün ölüm mənasız idi. Müqəddəs ruh ona əbədilik həyat verirdi. O, müqəddəs ruhun vasitəsi ilə Tanrı ilə ikitərəfli və canlı bir rabitədə idi. Günah vəziyyətində olmaq bais oldu ki, müqəddəs ruh onun içindən çıxıb getsin və onunla Tanrı arasına böyük bir ayrılıq düşsün. İnsan artıq Tanrı ilə o ikitərəfli və canlı rabitədə olmasın. Tanrının dediklərini artıq dərk edə bilməsin. Beləcə insan Tanrının ona olan niyyət və amacına kör oldu. Tanrının məqsədini anlaya bilmədiyi üçün özünə dini və fəlsəfi məqsədlər qurdu. Lakin bunların heç biri Tanrının ona olan məqsədləri deyildi. İsa gəldi ki, günah vəziyyətinin insanın başına gətirdiyi müsibəti aradan aparsın və onun insan həyatında qoyduğu əsərləri boşa çıxarsın və bunun nəticəsində insana cinə bu imkan fərahəm olsun ki, Tanrı ilə təzə bir rabitə, ikitərəfli və canlı bir əlaqə başlasın. Bu o deməkdir ki, İnsanın vücudundan getmiş olan o müqəddəs ruh təzədən onun içinə qayıdıb onda sakin olur. Çünki ancaq onun vəsiləsi iləndir ki, insan Tanrı ilə yaxın və səmimi bir rabitə qura bilər. Tanrı deyər, o eşidər və o deyər, Tanrı eşidər. Buna görə də o zamanki şəxs Tanrının o işinə ki, İsa Məsihin vasitəsi ilə onun çarmıxı üstündə etdiyi inanır və bunu onun əllərindən bir hədiyyə kimi qəbul edir. Tanrının müqəddəs ruhu onda sakin olur və onunla Tanrı arasında ikitərəfli bir rabitə qurulur. Bu, lap həqiqi və lap şəxsi bir təcrübədir. Və bu təcrübə din, məzhəb və fəlsəfə verdiyi təcrübələrlə əsla müqayisəyə gəlməz. Adamın bu təcrübə vari ikən, din və fəlsəfədən gələn başqa təcrübələrin hamısı buxar kimi məhv olur. Ona həyatında hər şeydən lap doğrusu Tanrı ilə olan rabitəsi olur. Müqəddəs ruh insanın vücudunda sakin olur və onunla Tanrı arasında ikitərəfli və canlı bir rabitə qurur. Və bu rabitə onun vücuduna düşən boşluğu kamil doldurur. Bilirsiniz, hansı boşluğu deyirəm? O böyük boşluğu ki, Tanrı boydadır. Bu boşluq onu tərk etmiş müqəddəs ruhun yeridir. İnsan bu rabitədədir ki, razı olur, ləzzət aparır. Bu rabitədədir ki, Tanrını tanımağa qadir olur. Onunla söhbət edir və beləcə Tanrının sevgisi onun ürəyini doldurur. Bu rabitə dərinləşdikdə, Tanrının məhəbbəti də onun vücudunda daha çox yer alır. Və bu məhəbbət rabitəsi daha çox danışığa, daha çox mərifətə bais olur. Müqəddəs ruhun sakin olduğu üçün insanda hasil olan dəyişiklik, onun rabitələrində, düşüncələrində, yaşadığı dəyərlərdə, həyatını yaşadığı yollarda, dünyaya olan baxışında elə böyük səviyyədə, elə dərin səviyyədə özünü göstərir ki, güya bu o qabaqçı adam yox, təzə və başqa bir adamdır. Müqəddəs ruh bu dəyişilməyə
ruhani doğulmak adını verir. İsa Məsih Yahud alimi Nikodimosla danışanda ona bu ruhani doğulmaqdan danışır. Bəli, doğrudan da müqəddəs ruh Məsihiyyəti başqa dinlər və fəlsəfələrdən ayırt edir. Çünki insanda təzə və ruhani bir doğuş yaradır və onu tarı ilə canlı bir rabitəyə gətirir. Elə bir rabitə ki, insan heç vaxt din və məzhəb vasitəsilə ona yetişə bilməz. Yuhanna Həvari bu barədə İncilinin 1-ci fəslində danışır və Tanrının kəlməsi barədə ki, İsa Məsih olsun, qeyd edir ki, ona iman edən hər kəsə bu səlahiyyəti verdi ki, Tanrının övladları olsunlar. Qandan doğulmuş övladlar yox, nəfsin istədiyindən doğulmuş övladlar yox, adamların istəyinə görə də yox. Onlar Tanrıdan doğuldular. Tanrının kəlməsinə inanan adamların ruhani doğulması insan yolları ilə cismə görə deyildi. Onların ruhani doğulması Tanrıdan idi. Ruhani doğuş idi. Buna görə də bu adamlar Tanrıdan doğulduğu üçün Tanrının övladı olurlar. Yadıma gəlir, İslami inqilabdan sonra Tehran danışgahının qabağında Məsihi kitablar döşəmişdik və satırdıq. Bir vaxt gördüm ki, biri mənim qabağımda dayanıb. Adam mənə dedi, siz Məsihlər utanmırsınız, nə üçün küfr danışıb İsa'nı Tanrının oğlu çağırırsınız? Cavanlıq yaşlarımda olduğum üçün əlbəttə ki, bu söz mənə çox ağır gəldi. Cavabında dedim, mən qələt edirəm ki, belə bir söz deyirəm. Adam dedi, pəs sizin o küfr deyən başqa məsihlərlə fərqiz var. Dedim, lütfən məni bağışlayın. Amma bu, mən deyiləm ki, İsa Məsihi Tanrının oğlu çağırıram. Müqəddəs kitab və Tanrı özü deyir ki, İsa Məsih onun oğludur. Amma müqəddəs kitab, əziz dostum, ancaq bunu demir. Sözünə davam verib, bunu da deyir ki, hətta mən də Tanrının oğluyam, siz də Tanrının oğlusunuz. Bu, elə bir həqiqətdir ki, biz onu heç bir şeylə gizlədə bilmərik. Tanrı, övladı adında ancaq bir oğul istəmir. Məsih onun əzəli yeganə oğludur. Məsih vahid Tanrının 3 şəxsiyyətindən biridir. Amma müqəddəs kitab deyir ki, hər kəs ki, onun çarmıx üstündə etdiyi işə inana, o adama bu haqq verilir ki, Tanrının övladı olsun. Adamlar Tanrının övladı olurlar, çünki müqəddəs ruh onlara təzə və ruhani doğuş verir. Müqəddəs ruh insanda başqa bir işlə görür. O, İsa'ya inanan adamı möhürləyir. Möhürləmək deməkdən məqsədimiz nədir? Məqsəd budur ki, beləcə İsa'ya inanan adamın kimliyi olur. İsa'ya inanan adam həqiqətən kim olduğunu bilir. Tanrının övladı olduğundan arxayındır. Başını göyə qaldırıb Tanrıya baxanda Tanrını özündən çox uzaqda görmür. Tanrını elə bir varlıq görmür ki, daim onun dərgahına istiğasə etsin, lakin ondan heç bir səs çıxmasın. O Tanrını özünə çox da yaxın görür. Ona hakim kimi, qazi kimi baxmır. Müqəddəs ruh ona təzə bir kimlik verib və bu kimlik onu Tanrı ilə təzə bir rabitəyə gətirib ki, ərbab nökər rabitəsi yox, ata-oğul rabitəsidir. Buna görə də qorxusuz və arxayın göyə baxıb deyir, ey ata, və bilir də ki, atası Tanrı
onun sözünə qulaq asır. Ona görə də məsxərə bir iş deyil. Belə bir rabitə olmadan görün aya tarını öz atanız adında ciddi bir şəkildə xitab edə bilərsiniz? İmkanı əsla yoxdur. Ata kəlməsi ağzımızdan çıxdıqda bir dünya xatirə, bir dünya ehsasat vücudumuzu doldurur. Onun bizə olan sevgisi, ondan təcrübə etdiyimiz məhəbbətlər, onun xatirələri, bunların hamısı zehnimizdə can alır. Çünki ata kəlməsi bizə kimlikdən danışır, rabitədən danışır. Buna görə də o zaman ki müqəddəs kitab deyir, o bizə malikiyyət möhürünü vurur, yəni bu ki o şəxs mənim övladımdır və mən Tanrının tərəfindən möhürlənmiş olduğuma görə bu rabitədə onu öz atam çağıra bilərəm və ona mənim atam deyə bilərəm. Və belə bir rabitənin olması üçün başqa sözlər də adamın ağzına gəlir. Ata, səni sevirəm. Belə sözlər. Bu rabitədə olduğum üçün ürəyim arxayındır ki, o mənim ehtiyaclarımın qeydinə qalır. Mənə ərziş və dəyər verir, mənə ürək yandırır və onun huzuruna etdiyim duaları eşidir. Çünki mənim onunla olan rabitəm ancaq mənə yox ki, ona da mühümdür. Bunu haradan bilirəm? Bundan ki, müqəddəs ruh məni möhürləyib. Mən həqiqi kimliyimi tapmışam. Necədir? Sözün qalanını sonraya buraxam.